Sual. Ölünün və ölüyə toxunan şəxsin qüsül verməsi nə üçündür? Həyatını itirmiş canlının yuyulması nəyə lazımdır? Eləcə də ölüyə toxunan şəxs təkcə əlini yusa kifayət etməzmi? Cavab. Əvvəldə qeyd etdiyimiz kimi bəzi dini hökmlərin fəlsəfəsi bizə aydın deyil. Amma insan düşüncəsi və elm inkişaf etdikcə bir çox məsələlər aydınlaşa bilər. Verilmiş suala cavab olaraq deyə bilərik ki, bütün dünya xalqları canlı insanın hörmətini saxladığı kimi ölüyə də ehtiramla yanaşırlar. İslam dini bir çox xürafi adət-ənənələri inkar etsə də, qüsül, kəfən və dəfn kimi işləri ölüyə ehtiram göstərilməsini lazım bilir. İslam insana o qədər yüksək qiymət verir ki, hətta ölünün də təhqirini qadağan edir. Ölüyə, onun qəbrinə qarşı hörmətsizlik İslamda haram sayılır. Qüsl, kəfən və dəfn də insanın məqamına hörmət xarakteri daşıyır. Bundan əlavə, ölüm insan üçün son deyil. Bu dünyaya gözünü qapayan insan başqa bir həyata qədəm qoyur. Ona görə də ölüləri pak vəziyyətdə sadə libasla torpağa tapşırmaq göstərişi verilmişdir. Meyyit qüslünün fəlsəfəsini də əbədi və həqiqi həyata inam təşkil edir. Bəs ölüyə toxunan şəxs nə üçün qüsül verməlidir? Bu suala cavab vermək üçün bəzi nöqtələri aydınlaşdırmaq lazım gəlir. 1. Dünyasını dəyişmiş şəxsin yaxınları öz əzizlərini əldən verdikləri üçün hiss və həyəcan onları dərhal tərk etmir. Onlar hətta ruhu canından çıxmış əzizlərini öpmək, qucaqlamaq istəyirlər. 2. Aydın bir məsələdir ki, ruhu canından çıxmış orqanizm öz müdafiə qabiliyyətini itirir və müxtəlif mikroblara asanlıqla yoluxur. Ölüyə toxunmaq gigiyenik baxımdan təhlükəlidir. 3. İslam insanın təbii hisslərinə qarşı zor göstərmir, onları nəzərə alır və doğru yola yönəldir. Yuxarıda deyilənləri nəzərə alaraq belə bir nəticə çıxara bilərik ki, İslam dünyasını dəyişmiş şəxsin yaxınlarını müxtəlif xəstəliklərdən və mikroblara yoluxmaqdan qorumaq istəyir. İnsanların təbii hisslərinə hörmət göstərilərək onlara ölü ilə təmas qadağan edilmir. Sadəcə bu təmasdan yarana biləcək fəsadların qarşısını almaq üçün meyyit qüslü vermək əmr olunur. Bəli, meyyitə toxunan hər bir şəxs büsbütün bədənini yumalı, qüsül verməlidir. Şübhəsiz ki, belə bir göstəriş insanların meyyitlə təmasını məhdudlaşdırır. Yəni, həm insanların hissləri nəzərə alınır, həm də onlar təhlükədən hifz edilir. Belə bir dini göstəriş insanların meyyitlə təmasının qarşısını almasa da, onları mikroba yoluxmaqdan qoruyur. Sual oluna bilər ki, əgər meyyitə toxunma qüslü mikrobdan qorunmaq üçündürsə, nə üçün meyyitə qüsül verildikdən sonra ona toxunan şəxsə növbəti dəfə qüsül vacib olmur? Nəzərə almalıyıq ki, meyyitə sidir və kamfora qatılmış su ilə qüsül verildikdə mikroba yoluxmanın qarşısı bir müddət alınır. Təbii ki, sidir və kamfora qatqılı su ilə qüsül verilmiş meyyit qısa bir müddətdə torpağa tapşırılır. Uyğun iki qüsül haqqında deyilənlər onların fəlsəfəsinin bir hissəsi idi. Şübhəsiz ki, uyğun hökmlərin daha geniş və dərin fəlsəfəsi mövcuddur.